Bu Uluwak bu koferleri yiyir. Bu kok ağacı budur. Onları yiyir bu ağacdan. Ondan da sonra kok hazırlanır. Ve burada yatır. Deməli ağacdan bunu yeyirlər. Ağacdan bu yeyilir. Ağaçtan bunu verdiler. Sonra da keçir buraya. Sonra burada kakar, sonra emal, Kaldırmaq olmur. sonra bu. Onun kakaşıdır. Ondan sonra gəlir kofe bu halda hazırlanır. Bu da artıq kofe. Onun kofesidir. Bu da qovrurlar. Kok halına gəlmiş, kofeleri qovrulur, burada qovrulur. Kakası bu. Nasıl? Kakası. Salam, hər kəs salamlayıram. Təkrar bu Luwak heyvanının, yəni Balidə olan Luwak heyvanından hazırlanmış, yəni kakasında olan kofedir. Dadına baxaq. Dadı adı kofe dadı verir əlbəttə ki, amma Bok içiyoruz yani. kofe haqqında sizinlə məlumat verim. Kişilərə mənfi təsiri varmı, yoxmu? Erektil disfunksiyaya mənfi təsiri olduğu göstərilmişdir. Amma libidoya istək artırma, yəni stresi azaltdığına görə libidoya isə müsbət təsiri vardır. Sonsuzluğa gəldikdə isə sonsuzluqda 1-3 fincandan artıq kofe içmənin sonsuzluğa böyük təsir olduğu söylənir. Amma bu araşdırma %100'dürmü? Əlbəttə ki, %100 deyildir. Ona görə də günlük olaraq kofe ehtiyatımızı 1-2 və ya maksimum 3 fincan şəklində tutsaq daha yaxşı olur. Hər kəsə sağlamlıq arzu edirəm. Sağ olun.